أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين، أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli Müslümanlar, fürsətlər dini olan İslam dini, sözün əsli mənasında mərhəmətli və artıran Rəbbimiz olan Allah tərəfindən göndərilmiş bir din olduğuna heç bir şəkkimiz, şübhəmiz yoxdur. Çünki həqiqətən də mərhəmətli Rəbbimiz öz qullarından necə kiçik əməlləri böyüdərək, dağlar boyda böyüdərək onu qiymətləndirir. Toz kimi bir əməli belə bəzən dağlardan da böyük qiymətə qaldırır. Ona görə də bu dində, yəni İslam dinində Allahın dostu olmaq üçün sənin əlində ola biləcək hər bir fürsət səni yüksəldə bilər. Ola bilsin ki, zənginsən, var dövlətinlə xərcləyərək, yoxsulları sevindirərək bunu əldə edə bilərsən, Allahın dostu ola bilərsən. Ola bilsin ki, qolunun gücü ilə cihad edəsən, mübarizə aparasan, məzlumları qoruyasan, bax, beləliklə Allahın dostu olasan və ola bilsin ki, elminlə bunu əldə edəsən, öyrəndin, öyrətdin, faydalandın, həyatını buna həsr etdin, Allahın dostu ola bilərsən və bir də bunların hamısını bir tərəfə qoy, bayaqdan saydıqlarımı. Bəzən sənə heç bir qəpik lazım olmur, heç bir qol gücü lazım olmur, heç bir də ciddi elmə heç ehtiyac olmur. Evində oturmusan, dedin, La ilahe illallah, Muhammedur Resulullah və yaxud da ki, oturduğun bir yerdə Allahın bu gözəl səmasına baxaraq dedin, aman Allahım, sənin yaratdıqların nə gözəldir. Sən nə gözəllik yaratmısan. Düzdüyün bu ulduzlar, bu ay, nə gözəllik verir insana, nə zövq verir insana. Bax, oturduğun yerdə Rahman və Rahim Allahın yaratdıqlarını təriflədin, ola bilsin ki, sənin bu kəlimən səni bir peyğəmbər ilə eyni yerdə, cənnətdə olmana səbəb olsun. Nə gözəl dindir, nə gözəl fürsətdir. Elə ona görə də Allahın Resulü sallallahu aleyhi və səlləm bir gün Əbu Zər Əl-Ğiffariyə nəsihət edərkən ona belə dedi ki, o dedi ki, ya Resulallah, məni nəsihət et, mənə bir şeylər öyrət. Resulullah ona dedi, La tahqirannə minəl ma'rufi şey'ə və ləv ən təlqə əxəkə bivəchin talqin. Rəvahu Muslim. Bu hədis İmam Muslim'də 2626 sayılı hədistir və hədis səhihdir. Və digər bir neçə imamlar da bunu rəvayət etmişdirlər, fərqli versiyalarını. Baxın, bu hədisdə Allahın Resulü sallallahu aleyhi və səlləm deyir, ey Əbu Zər, xeyir bildiyin heç bir işi kiçik sanma. Heç bir işi kiçik sanma. Əgər bu, qardaşının üzünə gülərək baxmaq olsa belə. Bax ha, bir nəfərin üzünə gülərəkdən söhbət etməyin, özü belə mükafatdır, sədaqədir. Təsəvvür edirsən,
bir insan 100 nəfəri yedizdirir, Allah yolunda sadaka edir. Ola bilsin ki, sən bir müsəlmanla söhbət edərkən onun üzünə təbəssümlə söhbət etdin. Yəni qaşqabaqla deyil, qəzəbli deyil, kinli deyil. Nə olub sənə? Heç evdə əsəbləşmişəm. Evdə əsəbləşmisən. Bəs mənim günahım nədir? Məni də sıxıntıya salırsan, şeytana fürsət verirsən, cürbəcür fikirlər gəlir başıma. Görəsən bunun məndən xoşu gəlmirmi? Görəsən bunu incitdimmi? Görəsən bu nə yadına düşüb mənimlə belə danışır? Halbuki heç bəlkə də onunla heç bir əlaqəsi yoxdur. Amma gördünmü? Gülərəkdən bir insanın üzünə təbəssüm edərək onunla söhbət etmək nə qədər onun könlünü açır, ona rahatlıq verir, səninlə söhbət etməyə fürsət tapır. Bax, bunun özü sən demə, bəzən böyük əməllərdən də qiymətli sayıla bilər. Halbuki bu əməl çox kiçik bir şeydir. Nə pul xərclədin, nə güc xərclərdin, nə də bunun üçün gedib aylarla elm aldın. Heç bir. Müsəlman qardaşınla, müsəlman bacınla danışarkən sevinc ilə, təbəssüm ilə, demirəm qəhqəhə çəkərək. Bu da elə normal sayılmaz. Söhbət çöhrən nurlu olsun, üzün nurlu olsun. Onun üzünə gülə-gülə, təbəssümlə danış. Onu sevinc ilə qarşıla, qaşqabaqla deyil. Bunun üçün səndən heç bir şey tələb olunmur. Ona görə də Allahın Resulü sallallahu aleyhi və səlləm dedi ki, dində olan heç bir əməli, xeyir əməli kiçiltmə. Bunu kiçik sanma, bilmək olmaz. Bu Allah yanında nə qədər yüksəldi. Necə ki, bir nəfər dəvəsini itirmiş, səhrada tək qalmış bir nəfər qəflətən dəvəsini tapır. Təsadüfən olur ki, dəvə fırlanır, gəlir onun qarşısından. Keçəndə dəvəsini görür. Yeməyi, azuqəsi onun üstündə. Az qala öləcəkdi acından, susuzundan. O dəvəni gördükdə sevincindən dizə çöktü, əllərini qaldırıb dedi, ey Rəbbim, ey Allah, mən sənin Rəbbinəm, sən mənim qulumsan. Bax dedi, ey Allah, mən sənin Rəbbinəm, sən mənim qulumsan. Çaşdı əslində bu, xəta etdi. Sevincindən dili dolaşdı. Bu söz səhrada olmuşdu. Bir Allah eşitmişdi onu, bir də onu deyən bildi onu. Ki, bu nə idi dilimə gəldi. Amma sən bax ki, bu Allaha nə qədər xoş getdi ki, Allah bunu öz rəsuluna danışdı. Ki, ey Muhammed, bir dəfə belə bir hadisə olmuşdu. Bəlkə də bunu neçə rəsullarına danışıb ki, bu hadisə onun o qədər xoşuna getmişdi. Bu səhv söz yox ha. Burada xəta edib, indi biz deyək ki, sabahdan, əstəğfirullah, hər birimiz belə iş görək, deyək ki, Allaha xoş gedəcək. Yox. Yəni, bir insanın sevincindən Allahın qabağında diz çökməsi. Yəni, şad xəbər gördükdə Allahın qabağında diz çöküb, ey mənim uca Rəbbim, sənə həmd olsun, demək istədi, amma xəta etdi. Bax, bu əməl Allaha xoşdur. Kiçik, nə dağları xərclədi, nə də ki, illərini nəyəsə həsr etdi. Diz çöktü, dedi, Allahım, sənə şükürlər olsun. Baxın, dəyərli insanlar, hər birimizə aiddir. Bəzən olur ki, bir şad xəbər eşidirik. Şad xəbər eşidən kimi anında deyirik ki, böyük bir iş görün. Bəli, böyük fürsətin varsa böyük iş gör. Zənginsənsə böyük iş gör. Necə ki, Süleyman əleyhissalam dünyanın ən qiymətli atlarını Allah üçün kəsdi, ətini payladı.
Bir an tərəddüd etmədən. Necə ki, sahabələrdən Abdurrahman İbni Avf karvanının ayaq səsləri Ayşə radiyallahu anhanın qulaqlarına gəlirdi. O qədər böyük karvanla gəlirdi. Ona xəbər çatdı ki, bəs Ayşə radiyallahu anha onun üçün deyir ki, Allahın Resulü onun üçün demişdi ki, sürünə-sürünə olsa belə cənnətə gir. Ver, cənnətə gir. Ver Allah yolunda, qorxma. Bax, o adam, o Abdurrahman İbni Avf, sevinç içində, göz yaşlarıyla, həmən karvanının hər nəyini Allah üçün verdi. Hər nəyini, hətta karvanın ipini çəkənləri belə, dəvələrin ipini çəkənləri belə, hamısını Allah yolunda verdi xidmətə. Payladı bütün müsəlmanlara. Bax, yəni, çoxu var, çoxdan verdi. Yoxundur, yoxdan ver. Yəni, heç bir işi kiçik sanma. Kiçik əməl var, bilirsən, onu et. Baxın, Allahın Resulü sallallahu aleyhi və səlləm Allah ilə görüşən bir Resuldur. Pərdə arxasında meyrac edib, Allah ilə söhbət edib. Cənnət göstərilib, cəhənnəm göstərilib. Mələklərin sevdiyi bir şəxsdir. Amma o, sadə zikirdən belə əl çəkməzdi. Hər gün 100 dəfə La ilahə illallah kəliməsini deyərdi. Bax ha, görün nə qədər böyük işlər görür. O Allah üçün cihad eləyir. Qılınc əlində döyüşür. Allah üçün oruç tutur, ürəyi gedir. Acından, heç nəyi yoxdur. Amma orucları tutur. Ramazanı demirəm, ha, Ramazanı tutmaq borcudur. 1-ci, 4-cü günlərin orucunu, ağ günlərin orucunu, hər bir orucu, 6 gün Şəvval orucunu, Muharrem orucunu, heç birini buraxmır. Gecə namazlarına qalxır, dizləri şişən qədər namaz qılır. Dili isə, dili heç dayanmır. Təsəvvür edirsiniz, sahabələr deyir ki, o məclisdə söhbət edəndə, elə ki onun söhbəti bitdi, dayandı, nəsə başqası danışır, başqa söhbət gedir, onun dili başlayardı tərpənməyə. Nəsə deyir, çənəsi, saqqalı deyir, aşağı yuxarı gedərdi. Nəsə deyir. O dayanmadan deyirdi, Əstəğfirullah, Əstəğfirullah, Allahım məni bağışla. Yəni sözün mənasını da anlamaq lazımdır. Ha, hiss edə demək lazımdır. Allaha plan doldurmaq lazım deyil. Sevə-sevə, anlayaraq bir işi görmək lazımdır. Bax, bu qədər böyük işlərin içində ən kiçik işi belə kiçik sanmadı. Düşünür ki, bu mənə fayda verəcək. Çünki Allah deyib, kim hər fərz namazından sonra 33 dəfə Subhanallah, 33 dəfə Elhamdülillah, 33 dəfə Allahu Ekber. Bu elədi 99. Bir dəfə də La ilahə illallah deyərsə, hər fərz namazından sonra, 5 namazdan sonra. Allah onun günahlarını elə bağışlayar ki, hətta dəniz sahilindəki köpüklər qədər olsa belə, dəniz ləpədöyünündə olan köpüklər qədər olsa günahları Allah onu bağışlayar. Təbiidir ki, kiçik günahlardan söhbət gedir. Böyük günahlar tövbə istəyir. Bax, bu nə cihaddır, nə pul xərcləməkdir, nə də ki, əmək sərf etməkdir. Heç nə, oturduğun yerdə dilini tərpədib bu zikri etməklə bu mükafatı alarsan. Allahın Resulü bunu belə boş buraxmayıb. Bir dəfə də olsun tərk etməyib. Ona görə dəyərli insanlar, bir niyyət edəndə sənə bir şad xəbər gəldi, hökmən deyildir dağlar boyda iş görəsən. Kiçik işi də görməyə niyyətlən. Bəzi insanlar böyük niyyət edir, sonra onu edə bilmir, aylarla onun altında əzilir. Ondansa Allaha lazım deyil ki, sən dəvə qurban kəsəsən.
Allaha ola bilsin ki gücün qədərdir. De, ey Rəbbim, bir nəfəri yedizdirərəm. Bir boş qab doğğa ver ona. Fərqi var ki Allah üçün bu doğğa verdi, o birisi dəvə kəsdi. İnan ki Allah üçün fərqi yoxdur. Allaha bunlar lazım deyil. Zaten yedizdirən Allahdır. Sən yedizdirmədin. Allah yedizdirdi. Onu da, səni də. Sənin için yetirən də Allahdır. Sən yedizdirmədin. Allah istəsə bizi elə günə salar ki, nəyim ki başqasını yedizdirməyi. Heç xəyalımızdan keçirtmərik acından. Allahdır bizi tox edir, bizi yedizdirir, bizə fürsətlər verir. Amma Allah bizə verərkən, qulum mənə nə verir? Onu bilmək istəyir. Sənə 24 saat verib. Bunun nə qədərsi Allah ilə məşğulsan? Sənə var dövlət verib, nə qədərini Allah üçün xərclədin? Bax, bütün bunların içində dəyərli insanlar. Böyükdən, kiçikdən heç birini tərk etmə. Hansı zikri eşitdin, ən sadə bir şeydir, onu et. Bax, bayaqları eşitdin ki, danışarkən əks tərəfin üzünə gülümsəmək. Eşitdin bunu, bundan sonra davranışını bu şəkildə düzəlt. İnsanlarla danışarkən xoş sima ilə danış. Çünki bu həm sənin əks tərəfinə müsbət təsir edəcək, həm də sənə müsbət təsir edir. Sənin xasiyyətin düzəlir, sənin içindəki təhlükəli fikirlər yavaş-yavaş gedir. Çünki sən xoş üzlü insansan, qaşqabaqlı deyil. Bax, qaşqabaqlı olmaq isə bəzən şeytan insana fürsət verir. Hə, sən sərt xasiyyətlisən, hamı səndən çəkinir, hamı səndən qorxur. Elə bilirsən bu yaxşıdır. Baxın, bəzi böyük vəzifəli məmurlardan da insanlar qorxur. Misal üçün, elə bir məmur var ki, danışmalı deyil. O qədər sərtdir, o qədər qabadır. İnsan onunla danışanda özünü itirir. Bax, o sevinir bu duruma. Amma o bilsin ki, Allah onu hazırlayır inanılmaz alçaqlığa. Allah şahiddir ki, o elə alçaq günə qalacaq. Həm dünyada, həm ahirətdə. Dünyada da alçalacaq, rəzil olacaq. Ahirətdə də ən kiçik məxluq olacaq. Təsəvvür edirsiniz, insanların ayaqlarının altında qalacaq. Və o deyəcək, Allahım, məni niyə bu qədər kiçik edib alçaltdın? Allah ona deyəcək, özünü nə üstün sayırdın, nə özünü insanlardan üstün tuturdun. Sənə mən biraz fürsət verdim, vəzifə verdim. Bu nə zülüm idi insanlara edirdin. İndi alçaltdığın insanların ayaqlarının altında qalacaqsan sən. Bax, budur dünyanın və ahirətin halı. Ona görə də Allahın sənə verdiklərini yaxşıya çevir. Sənin xasiyyətin yaxşıya çevir. Yaxşıya çevirsən xasiyyətini, o sənin həm xarakterinə, həm həyatına müsbət təsir edəcək. Optimist olacaqsan, xoş üzlü olacaqsan. Beləliklə də hətta anatomik olaraq sənin bədənindəki hüceyrələr belə güclü inkişaf edəcək. İnanın ki, bu xasiyyətli insanların bədəninin müqaviməti o qədər güclü olur ki, hətta xəstəliklərə qarşı belə o güclü olur. Baxın, bir insan xəstələnəndə Allahın Resulü deyir ki, qəzəblənmə, söymə xəstəliyi. Soruşsalar, de, əlhəmdülillah, xəstəyəm. Bax ha, niyə bunu deyir? Bir, Allaha asi olma. Səni xəstələnməndə icazə verən Allahdır. O icazə verməsəydi xəstələnməzdin. Deməli, burada sənin üçün böyük mükafat vardır. Çünki Allah səni heç vaxt əziyyət vermək istəməz. İkinci tərəfi budur ki, sənin bədəninin immunitetləri sənin xarakteri və görə düzəmlənir. Sənin xarakterin nə qədər rahat, özündən razı vəziyyətdə, özündən razı, yəni ki, yaşadıqlarına razı olan vəziyyətdə olursa, sənin immunitetlərin güclənir. Sən haçan ki məyus olursan, qorxursan,
Bu niyə baş verdi? Deyinirsən, sənin bədənin müqavimət itirir, immunitetlərin zəifləyir. Beləliklə də xoş üzlü insanın zahiri də güclüdür, batini də güclüdür. Və insanların da ona qarşı olan sevgisi güclüdür. Ona görə heç bir kiçik əməli unutmayaq. Dəyərli insanlar, unutmayın. Bəzən kiçik dediyimiz bir əməl vardır. Misal üçün, meyvəni yemisən, tumu əlindədir. Və yaxud da ki, səndə bir fidan var. Bir ağacın fidanı, toxumu. Bax, yeri 20 sant qazıb, onu bastırdın. Misal üçün 20 sant deyirəm də. Onu bastırdın, biraz dibinə su tökdün. Bu kiçik gördüyün əməl, əgər həqiqətən də səmimi Allah üçün olsa, Allah belə tapşırıb, ona görə bunu etmiş olsan, bir də görərsən ki, o böyük bir ağac oldu. 10 illərlə insanlara fayda verdi. Allahın Resulü sallallahu aleyhi və səlləm deyib, görsəniz ki, bir tərəfdən dünya dağılır, qiyamət başlayıb. Əlində toxum olsa, o toxumu atma boş yerə, onu yerə dürt. Onu sans ki, bəlkə Allah onu becərtdi. Bax, deyir, bir tərəfdən dünya dağılır. Yəni, bunun sənə adiyyatı yoxdur. Dünya dağılır, qoy dağılsın. Sən bunu yerə sancsan, buna görə mükafat alacaqsan. Əgər sənin sancdığın o ağac çıxsa, indi düşün, nə qədər quşlar ondan yeyəcək, sənə mükafat yazılır. Meyvəsi yerə tökülür. Nə qədər yerdə heyvanlar yesə, sənə mükafat yazılır. Nə qədər həşaratlar yesə, sənə mükafat yazılır. Nə qədər insan yesə, mükafat var. Kölgəsində qalsalar, sənə mükafat var. Fəsillərdə küləyin sürətini artırır və yaxud da ki, bəzən zəifləşdirir. Oksigen yaradır. Gör, bunlar nələr edirsə, hamısında sənin mükafatın var. Bütün bunlar qiyamət günü bir yerə yığılanda, bəlkə də dünyanın bütün dağları qədər böyük bir əməl oldu. Nə bilirsən ki? İnsan vardır ki, ağac əkib, 100 il ağac bar verib, bəhrə verib, 100 il, bir əsr insanlar ondan faydalanıb. Bu insanların sayını, heyvanların sayını kim saya bilər? Allahdan başqa. Amma onu bir nəfər etmişdi. Əgər o bir nəfər onu Allah üçün etmişdisə, xoş onun halına. Gör, bir fidanı nə qədər qiymətləndirdi Allah. Ona görə dəyərli insanlar, heç nəyi kiçik sanmayın, hər nə yaxşı bildiyin, hər nəyi et, ağzınla zikr et, əlinlə iş gör, yerə bir şey sanc, bir nəfər səndən yol soruşdu, əlindən tut get yolu göstər ona. Kiçik şey deyil, bunlar hamısı bir nəfərə xidmət Allah yanında qiymətlənir və bunu Allah üçün etsən, daha da böyük, daha da gözəl olar. Hətta bir dəfə bədəvilərdən biri, bədəvilər bilirsiniz ki, çöl ərəbləridir. Onlar şəhər həyat tərzini yaşaya bilmirlər. Ərəblərdən var mədəni, bir də var bədəni, bədəvi. Bədəvi çöl ərəbləridir, mədəni sözü isə şəhər ərəbləri deməkdir. Mədəni sözü bizim dilimizdə də oradan gəlmişdi. Biz onu mədəniyyət zənn edirik. Sözün əsli mənası isə şəhər mənasını verir, şəhərli mənasını verir. Yəni, bir var şəhər həyat tərzi, bir də var çöl həyat tərzi. Bu fərq edir. Ayıb deyil, amma bu fərq edir. Çöl həyat tərzində yaşayan bir bədəvi gəlir Allahın Rasuluna deyir. Deyir ki, ya Rasulullah, sən bilirsən ki, biz mədəni deyilik. Yəni, biz şəhər adamları deyilik. Özü də xoşlamırlar, şəhərdə yaşamağı. Xoşlamırlar. O Qaddafi var idi, Qaddafi, Liviyanın prezidenti. O, Birləşmiş Millətlər Təşkilatının iclaslarına gedəndə BMT-nin binasında qalmazdı. BMT-nin o cura zərli zibalı binasında qalmazdı.
BMT-nin qabağında xeymə qurdurardı özü üçün. Xeymə. Özü də ona icazə verilmişdi. Xeymə qurdurardı, xeymədə yaşayardı. Orada iştirak etdiyi müddətcə. İndi orada 3 gün, 5 gün qalacaq da. Ondan soruşurdular, niyə belə edirsən? Niyə qalxıb rahat yerdə yaşamırsan? O deyirdi, mən bədəviyəm, çöl adamıyam. Mən bunu xoşlayıram. Baxın, yəni bədəvilər, onu deyək ki, yəni bu o demək deyildir bədəviyə mədəniyyətdə geridirlər. Xeyr, bu bizim dilimizdədir. Dilimiz mədəni bu cürə anlaşılır. Onlar həmin o çöldə xeymə quran adamın xeyməsi qızıldan idi. Yəni zəngindir, dünyanın ən zəngin insanlarından idi. Allah ona rəhmət eləsin. Yəni ki, məsələ budur ki, bədəvi və mədəni vardır ərəblərdən. O ərəb də deyir, Əbu Cərə adlı Əl-Həcmi adlı səhabədir, çöl səhabələrindəndir. Deyir ki, ya Rasulullah, bilirsən ki, biz bədəviyik, çöllərdə yaşayırıq. Yəni bizlərdə kiçik şeylər olur çox vaxtı. Yəni bizdə məsələn ağac olmur, belə səhradır, xeymənin altında bir balaca kölgədə xoşlayırıq heyvan saxlayaq və orada çöllükdəyik. Mənə ora aid bir şeyləri öyrət. Nə edim mən Allah yanında sevimli olum? Onun tərzində ona cavab verir Allahın Resulü sallallahu aleyhi və səlləm. Oxuyacağım hədisi də Şuayb Arnavut səhih olaraq, səhih sənəd ilə qeyd etmişdir. O deyir ki, Allahın Resulü, susuz birinə bir qurtum olsa belə su ver. Çöl adamıdır da, bir də görərsən ki, çöldən biri keçir, susuzdur. Ona deyir, bir qurtum olsa belə ona su ver. Yəni, səndə olandan ver ona. Danışarkən, danışdığın insanın üzünə təbəssüm et. Ətəyini qısalt, özünü təkəbbürləndirmə. Ətəyi qısaltmaq biz bilirik ki, dində kişilərə aiddir. Kişilərin ətəyi yerə dəyməz, qadının ətəyi yerə dəyər. Kişinin ətəyi yerə dəyməsi qədimikdə bu təkəbbürdən sayılırdı. Hətta günümüzdə də bəzən görürük kraliçalar, şahzadələr, onlar gedəndə arxadan onların ətəyini kimsə tutur. Bu qədim bir adətdir. Bu təkəbbürlü adətdir. Belə edənlərin hamısını artıq Allah rəzil eləyib. Çünki bu təkəbbür əlamətidir. Ətəyini başqası qaldırır. Yəni, bunun ətəyi nə qədər uzundursa, hörməti o qədər uzundur. Şuuru ilə yaşayan nadanlar, cahillər. Günümüzdə də bəzi gəlinlərimizdə bu baş verir. Ki, yenə də o qadın üçün bu icazəlidir, daha arxası ilə sürünmək deyil. Yəni, yerə dəysin ki, onun ayaqları görünməsin, bu qədərincə. Amma arxasıca sürünürsə, qadın olsa belə bu təkəbbürdəndir. Ümumiyyətlə, bu kişi içinsə ümumiyyətlə kişinin ətəyi yerə dəyməz, bu qadağandır. Çünki bu təkəbbür əlamətidir. Ətəyini yerə sürtmə, ətəyini qısalt, bu təkəbbür əlamətidir. Deməli, bununla dedi, bütün təkəbbürə aparacaq işləri tərk et, dedi. Sonra deyir, biri səndə hansıysa bir nöqsana görə səni təhqir etsə, sən sus, onu təhqir etmə. Bilginən ki, o dediyinə görə inanılmaz cəza çəkəcək. Sən isə səbrinə görə inanılmaz mükafatlanacaqsan. Bax, Allahın Resulü bir bədəviyə bir qəpik xərcləmədən Allahın yanında ən böyük hörmət sahibi olma yollarını öyrətdi. Biri səndə olan nöqsanı sənə deyib, səni alçaldarsa, sən səbr etsən, sən Allah yanında ucalacaqsan. Bax, bu asan deyil ha. Bu bəlkə də dağlardan ağırdı insan üçün. Bəlkə də dinləyərkən bəzilərimiz də belə dedik, yox bir, o məni söyəcək, mən isə susacağam. Bəli, susmaya da bilərsən. Nəticədə ikiz də eyni adam olacaqsınız. Amma susarsansa, sən nə qədər böyük adam olduğunu Allah sənə göstərəcək.
qəlbinin sevinci ilə və gələcəkdə yaşayacağın hörməti ilə. Çünki o səni alçaltmaq istədi, Allah səni ucaldacaq. Allahın ucaltdığını kimsə alçalda bilməz. Beləliklə, dəyərli müsəlmanlar, heç bir xeyir əməli kiçik bilməyək. Nə qədər sadə olan işlər varsa, bildiyinin hamısını et. Zikirlər, əməllər, hamını et ki, Allah yanında bilmək olmaz hansı səni daha böyük yüksəldəcək. Ola bilsin ki, sənin bir dəfə həccə getmişdin, orada böyük işlər görmüşdün. Ola bilsin ki, onunla bərabər kiçik bir işin var, bir nəfər səndən yol soruşmuşdu, ona yol göstərmişdin. Bəlkə də o yol göstərmən sənin o həccindən də artıq oldu Allah yanında. Bu zahirdə belə deyil, Allah yanında o böyük ibadətdir. Amma yəni nəyin necə olacağını Allah bilir. Sən heç birini buraxma. Fürsət düşdü həccə get. Fürsət düşdü ümrəyə get. Fürsət düşdü kiçik işləri gör. Hər nəyi et, xeyir bildiyin hər nəyi et. Çünki Allahın cənnətinin ən yüksəyi olan Firdos cənnəti inanılmaz qiymətli bir yerdir. Onu qazanmaq üçün bir an gözünü qıpma, dayanmadan xeyir işlər gör. Allah bizi bu xeyrə müvəffəq eyləsin ki, həyatımızın hər sahəsini mükafat ilə Allahdan ala bilək. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.